Bunu bütün BMW sürənlər mütləq eləməlidir. Elə ən birinci növbədə F və G seriya sürənlər. Deməli belə, bugünkü qonağımız BMW F30 330 Xi B46 motor ilə. Ekranda görə bilərsiniz ki, onun mühərrikin temperaturu çox yüksəkdir. Bu temperatur ekologiya üçün yaxşıdır, amma motor üçün çox pisdir. Çünki bu temperaturdan bütün qofralar, sayniklər və prokladkalar tez sıradan çıxır, plasmasa dönürlər. Həmçinin yağın keyfiyyəti tez düşür temperatura görə. Bir sözlə yüksək temperatur motor üçün ziyandır. Deməli soyuq termostatı yazdıq. Proşivkadan sonra ilk xodlayırıq. Ekranda görə bilərsiniz, hal-hazırda temperatur 95 dərəcədir. Qeyd edim ki, biz proşivkanı yazdıq 90-95 dərəcə arasında qalacaq. Polna nagruzkada və yaxud probkada həmən temperatur saxlayacaq. Bu ən ideal temperatur sayılır bu maşınlar üçün. Əlbəttə ki, belə temperaturla heç vaxt problem yaşamayacaqsınız. Temperatur barədə sizdə nə hər hansısa sual varsa, buyurun, yaza bilərsiniz, zəng eləyə bilərsiniz. Çəkinməyin, lüboy bir sizin sualınıza cavab verə bilərəm. Siz isə izləmədə qalın, sağ olun, sağ-salamat.